Salam əziz izləyicilər, əziz məntiqsevərlər. Bugün mən sizlərlə Müşfiq Əliyevin Lütfüzadə hazırlıq üçün nəzərdə tutulan vəsaitimizdən hesab əməlləri 44-cü testdən 63-ə qədər izah verəcəm. Yenə videomuzu hissələrə böləcəm, hissə-hissə izah edəcəm. 44-cü sualımızda bizə belə bir hesab əməli verilib və bizə deyir ki, P vuraq SLF, N vuraq SL. Deməli, əslində burada bizə heç bir məlumat verilməyib. Biz burada necə tapmalıyıq? Deyəcəksiniz ki, müəllimə, burada heç bir rəqəm yoxdur, heç bir yazı yoxdur. Mən bunu daha rahat yolla necə tapa bilərəm? Ümumiyyətlə, bizdə burada N vuraq L ifadəsinin qiyməti verilibsə və mənə də burada N vuraq N-i L veribsə, mən variantlara əsasən vuruqları yoxlamalıyım. Yəni, variantlara əsasən vuruqları yoxlasam, 15-i yoxlasam, mən 15-də bilirəm ki, 3 vuraq 5 olmalıdır. Əgər N-ə 3 desəm, 3-ü 3-ə vuranda 9 eləyəcək. 5 desəm, 5-i 5-ə vuranda 25 eləyəcək. Yəni, oxşar heç bir əlaqə burada olmadığına görə mən 15-i götürə bilmərəm. Çünki bizə hasil soruşursa, biz ilk öncə buna vuruqlarına baxmalıyıq. Sonra 27 verirsə, 27-nin vuruqları 3 ilə 9-dur. Əgər mən 3 ilə 9-dur, N-ə 3 versəm, 3-ü 3-ə vuranda neçə eləyəcək? 9 eləyəcək və 3-ü 3-ə vuranda heç vaxt 10-luq mərtəbəyə qalxmayacaq. Ona görə mən 3-ü götürə bilmərəm. Deyəcəksiniz ki, müəllimə, 3 9 şərti ödəyir. Bəli, rəqəm olaraq ödəyir. Amma 3-ü 3-ə vuranda heç vaxt 10-luq vahidi olmayacaq. Tək el əgər olsaydı, siz də yəni idi. Amma digəri olmadığına görə şərtimizi ödəmir. 2 ilə 9 da olsa, baxın 2 ilə 9 olsa, N-ə 2 versə 2 dəfə 2 4 eləyəcək. N-ə 9 versə 9 dəfə 9 81 eləyəcək. Ona görə bu şərtimiz də ödəmir və bizim uyğun gələn cavabımız 9 hasilidir. 9 hasili, məsələn 9 vuraq 1 şərti ödəyəcək. N-ə 9 versə 9 dəfə 9 81 cid eləyəcək 8. N də eləyəcək 1. Yəni, burada bizim həmin şərtimiz ödənir. Ona görə də 44-cü sualımızın cavabı eləyəcək neçə? 9. 45-ci sualda yadınızda saxlayın. Qayda olaraq da sizə qeyd edeyim. Ümumilikdə gəlin bu hissələri yazaq. Mən çünki qrupa PDF izahda atacağım. Bizim bu kitabımızın video izah və PDF izah qrupu var. Onu da qeyd edeyim ki, qrupa qatılanlar 1-2 gündən sonra başlayırlar danışmağa ki, biz qrupa qoşulduq, heç bir videolar görmədik, sondan videolar istəyirlər, ortadan videolar istəyirlər. Mən qrupa qoşularkən məlumat verirəm ki, qrupa videolar hələ də yüklənir. Yəni, mən o 10 manat qiyməti qrup daxilində olan çəkilişlər üçün nəzərdə tutmuşam ki, orada olan bütün izahlar 10 manat ödəməyinin daxilindədir. Yəni, orada əgər mən mövzuları tək-tək verəsi olsaydım, bir dənə mövzuya 3 manat, 4 manat qiymət qoyacaq. Eynisi ilə, yəni məndə həmişə bu qiymətlər olmayacaq. Bunu da nəzərə alın. Çünki mən hələ ki bu işlərə yeni başlamamışam, artıq neçə ildir. Sadəcə insanların büdcəsini düşünərək belə qiymət qoymuşam və görürəm ki, bəzi insanlara, bəzi hazırlaşanlara bunlar sərf eləmir, hətta bəzən pulsuz da istəyirlər. Ona görə mən əgər əziyyət çəkirəmsə, bunun bir qarşılığı olmalıdır. 44-cü sualda necə deyirəm, vuruqlara əsasən tapılır. Yəni, burada N bərabərdir 9, L bərabərdir 1. 9 vuraq 1 bərabərdir 9. Və mötərizə içərisində yazıram ki, ətraflı video izahda var. Deməli, 45-ci sualda. 45-ci sualda qayda olaraq onu qeyd edeyim ki,
Əgər bir ədəddən həmin ədədin tərsini, rəqəmləri tərsini çıxsaq, burada yenə yazıram. Bir ədəddən, qayda olaraq özünüzdə yaza bilərsiniz. Bir ədəddən həmin ədədin rəqəmləri tərsini, rəqəmləri tərsini çıxsaq, nə qalacaq? Yadınızda saxlayın. Kənardakı rəqəmlərin cəmi 9, rəqəmlərin cəmi 9 və ortadakı ədəd rəqəm 9 olacaq. 9 olacaq. Deməli biz burada kənardakı görürsünüz 2-dir. Bunun 9-a bərabər kənardakı rəqəmlərin cəmi 9-dursa P 7-dir. Aydındırmı? Ortadakı K da 9-dur. Yəni mən bunu izah etmək istəyirəm. Onda olacaq P bərabərdir 7-yə. B bəndi. 46-cı sualda. Deməli burada mən nə edirəm? P7 B bəndidir. Burada da 9 hansı bənd idi? C bəndi. 46-cı sualda. 46-cı sualda X, Y, Z-ə mən bir dənə X deyirəm. A, B, C-yə mən Y deyirəm. Və şərtimə əsasən X plus Y bərabərdir 909-a. X minus Y bərabərdir 663-ə. Mən buna X dedim, buna Y dedim. Və şərt olaraq X plus Y bərabərdir 909-a. X minus Y bərabərdir 663-ə. Tənlik hissəsinə görə tərəf-tərəfə toplasaq Y-lərimiz gedəcək. 2x bərabər 909-un üstü 603 gələndə 2, 7, 15. 1572. 2-yə böldükdə isə 2x bərabərdir 1572-yə, x bərabərdir 7, 17-ci əldə 8 dəfə 16, 786. 786 nəyə bərabərdir? Yəni x bərabərdir 7, y bərabərdir 8, z bərabərdir 6-ya. Yazıram. X bərabərdir 7, y bərabərdir 8, z bərabərdir 6-ya. Əgər x 786-dırsa, deməli 786 çıxılsın y bərabərdir 663-ə, y bərabərdir 6-dan 3, 3, 8-dən 6, 2, 1. Y də bərabərdir 123-dürsə, mən burada deyirəm A bərabərdir 1, B bərabərdir 2, C bərabərdir 3. Və məndən soruşur ki, x plus C. X-in qiyməti 7, C-nin qiyməti 3. Bunların da cəmi eləyəcək 10 D variantı. Yəni bu tip misallar bu şəkildə tapılır. Yadınızda qalsın. 47-ci sual. 47-ci sualda gəlin bu hissələri silək. 47-ci sualda nə deyir? 47-ci sualda ilk öncə M-dən başlayaq tapmağa. M-ə mən 3 deyirəmsə, M-ə mən 3 deyirəmsə və birinci 3 ilə başlayırsa, bir dəqiqə 3 ilə başlayırsa L olacaq, bax buradan yazırım. L olacaq deməli burada L olacaq 9, D olacaq 7, M olacaq 3, U olacaq 1. Uyğun gəlir. U yazıram 1, 17, ora 3. 17 3 olanda 51 eləyəcək. Bəli, uyğundur. Deməli, U olacaq 1, D olacaq 7, M olacaq. Bax, bir dənə M-in qiymətinə əsasən mən bunları tapa bilərəm. 9. Məndən nəyi soruşur? L plus D. L 9-dur. D isə 7-dir.
49 üstə 7 gəldi 16 B bəndi edəcək. 47-ci sual idi. 48-ci suala gələk. 48-ci sualda deyir ki, x, y, z, x maksimum z tapmaq üçün maksimum z hemen 9 deyim. Düzdürmü? Maksimum z hemen 9 desəm, digərlərini 12 eləməsi üçün x, y, x, z cəm 12 eləməlidir. X 9 olsa, Z 9 olsa bir dənə 48-ci sual yazaq. Deməli, burada Z həmən 9 desəm, digərlərinə 1, 2 deməliyəm. Düzdürmü? Y-ə 1, X-ə 2 desəm, şərtimizi düzəldək. 21 üstə gələk 19 üstə gələk 90, 92. Şərt olaraq 10, 12, 12. Deməli, z-imiz maksimum 9 ola bilər D bəndi. Sonra 49-cu sual. 49-cu sualda nə deyir? Mənə sadəcə 46 ədədini verir. Mən 46 ədədini olması üçün buna 23 yaza bilərəm ki, F-ə də 2 yazsam, 2-yi 23 oranında 42 eləsin. 49-cu sualda bir dənə 46-dan F-ə 2, R-ə 3 verirəm. Düzdürmü? 23. İndi mən F-ə nə vermişim? R-ə. R-ə 2, R-ə 3, 23 vermişim da 46. Bax, bura 2 alınması üçün, bura 2 alınması üçün Y6 olmalıdır. Düzdürmü? 6 üstə 6 gəlsə 12 eləsin. Y6-dırsa S də 1-dir. 1-in üstə 4 gəndə 5, bir də yadda 6. Bəli. Yazıram burada. Y bərabərdir 6, S də bərabərdir 1. Yəni bu hesab əməlləri bir-birindən əlaqəli olduğuna görə biz bu hissələrimizi tapmalıyıq. Bizdən necə soruşur? Deməli. 50-ci sual. Deməli 259, bax 2529 və sonuncu 3-ə əsasən 2529-u bölürəm 3-ə. 8, 12-nin içində 4, 3. ABC 843'dür. 8 üstə gələk, 4 üstə gələk 3, cavab eləyəcək 15. Yəni, misal bizə qarışıq gələ bilər, bir dənə hissə ilə tutmaq olur. Cavabımızı da tapmaq olur. Bölürəm 3-ə, eləyəcək 843. A, B, C hər hansı bir ədəddir, üstündən xətt çəkirəm, bərabərdir 843-ə. Bunların yazılı hissəsi qruplara atılacaq. A bərabərdir 8. Və məndən bunların cəmini soruşur. A plus B plus C bərabərdir 8 plus 4 plus 3 bərabərdir 15-ə. 15 də mənim B bəndimdə var. Növbəti. Bu arada onu qeyd edeyim ki, kanalımıza xoş yorumlar gəlməklə yanaşı, bəzən yorumlar gəlir ki, izah edə bilmirsiniz, səhv izah edirsiniz. Bəzən yazırlar ki, izah eləməsəz yaxşıdır. Onu da mən sizə qeyd edeyim ki, əgər o şəkildə yorum yazmağa kimsə davam eləsə, kanalımızdan çıxardacağım və bir də kanalımızın videolarını görməyəcək. Yəni səhv oldu, düz oldu, heç bir şəkildə faydalana bilməyəcək. Yine yazdığım qayda ilə B, P, T eyni ədədin tərsini çıxanda ədədin rəqəm tərsini çıxma qaydası. Rəqəm tərsini neyləmək? Çıxma qaydası. Çıxma qaydası. Deməli, M plus D nədir? M plus D-nin cəmi 9 eləməlidir. Düzdürmü? Kənardakilərin cəmi 9-dur, ortadakı 9-dur. Bir də elə bilər. Aha, bizdə burada eyni qaydada deyil. Bilsizmi niyə görə? Çünki burada B, P, T var, amma ortadakı M ədədidir. Ona görə bu qayda uyğun gəlmir. Mən tələsdim. Əgər T ilə B-nin fərqi 9-dursa,
T ilə P. B ilə T'nin fərqi 1 olacaq. Biz sizinlə görə, məsələn, T'yə deyək 3, B-yə deyək 4. Düzdürmü? 3, 4 deyirəmsə, burada mən bilmirəm. Onluq vahidi, yüzlük vahidi. Ona görə növbəti dəfədə 4-dən 3'ü çıxacam. Olacaq 1. Burada olacaq n bərabərdir 1. C bandı. Yazıram burada yəni ətraflı video izahda. Yəni 3'dən 4 çıxanda 9 eləyə bilər. P'dən bir onluqda vermişik nəyə? P'dən bir onluqda T'yə vermişik. Və mənim burada P'nin neçə qaldığını bilmədiyimə görə hər hansı bir onluq B ifadəsindən getmir. Növbəti 52-ci sual. 63 dənə testi. 52-ci sualda A, B, C, C, B, A. İndi qulaq asın mənə. A, B, C əgər ikinci ədəddə 14-dürsə, deməli birinci cəmdə 13'üymüş ki, bir onluğu 13'ün üzərinə gəlib 14 edir. Ona görə A'nın qiyməti burada nədir? 3'dür. Yəni sizə çətin gəlməsin. A plus B plus C bərabərdir 13. Ona görə A da bərabərdir 3'ə. Deməli. 53-cü sual. M, D, F. F, D, M. Yazıram ədədin. Diqqət eləyirəm. Rəqəm tərsini. Deməli, 52-ci sual dedik, gəldik 53-ə. Ədədin rəqəm tərsinə tutma qaydası yazmışıq. Burada biz qeyd eləmişik ki, ortadakı ədəd də 9'dur və kənardakı ədədlərin rəqəmlərin cəmi də 9'dur. Ona görə A-mız düşünmədən olacaq 5. 5 də bizim haberimiz. Yazıram burada. Qeyd hissəsinə yazıram. A plus 4 bərabərdir 9'dursa, A da bərabərdir 5'dir. Yəni düşünməyə çox da ehtiyac yoxdur. 54-cü sualda ən maraqlıları buradadır. Biraz vaxtımızı alacaq bunlar. Bölmə əməlidir. Bölmə əməlinə görə hesab əməlləri biraz sizi yəni neyə bilər bu? Daha düşündə bilər. Amma çətin heç nə yoxdur. Hissə gedəndə, etap gedəndə asandır. İlk öncə mən 4'ü, bu oradakı ədəd hər neçədirsə vurmalıyım və 384 almalıyım. Buna görə də mən almaq üçün 384'ü bölürəm 4'ə. Olacaq 9 dəfə 36, 24, 96. Deməli, buradakı ədədimiz mənim 96'ymış ki, 96'yı 4'ə vuranda 384 eləyir. Düzdürmü? İndi yazdıqca mən bunu anlayacağım. Deməli 54-cü sualımızdır. Mən nə yazdım? 96 vuraq 4 bərabərdir 384'ə. Düzdürmü? 384'dən hər hansı bir ədədi tapsaq, baxın burada. Deməli biz burada 2 nəyi soruşur? Bölən neçədir? Böləni soruşur. 2. Dört dəfədirsə 384. Düzdürmü? Bu 384'ü 4'ə vurub 96 alıb. Böləni soruşur məndən. 96'yı
Aha, 96'yı 49'a vursaq. Elə 96'yı soruşur da. Mən nə düşünürəm burada artıq digərini tapmaq biraz burada çətin olur. Ona görə fikirləşdim ki, əgər burada məsələn mənə versəydi ki, hər hansı bir ədədi, mən bu şəkildə fikirləşə bilərdim. Amma mən elə böləni soruşur. Mən böləni tapdım 96. Olacaq C bəndi. 54-cü sual. Biz mi yazmışıq? Bəli. C bəndi. 55-ci sual. 55-ci sualda ABC, CBA. Bəli. Yenə ədədin rəqəm tərsini çıxma qaydası. Rəqəm tərsini çıxma qaydası. Rəqəm tərsini çıxma qaydasına əsasən O plus 6 bərabərdir 9'a, o da bərabərdir 3'ə B bəndi. 56-cı sual. Yenə bölünən neçədir deyirsə, ilk öncə mən 92'nin üzərinə, baxın 92'nin üzərinə 17 gəlməliyəm. Cavabımız eləyəcək 109. Bura 100, bu isə 109 olmuş. Deməli 109 olmuş. Şimdi bir hissəyə baxaq. Bu 92'yə əsasən mən görüm 4'ün mən neçəyə vuranda 92 eləyir. Ona görə 92'ni bölürəm 4'ə. Düşəcək 2 dəfə 23. Mənim bölənim 23'dür. Deməli burada mən bölünəni tapmaq üçün x bərabərdir. 23'ü vururam 64'ə, üzərinə gəlirəm 17 qalığı. Bölünənin tapılma qaydasında düşünürəm ki, heç kəsin çətinliyi yoxdur. Və bunu da sayda hissə ilə tapsaq, gətirin 23'ü 64'ə vuraq, üzərinə 17 gələ, kənarda hesablayacağım bunları. Deməli 23'ü vururam 64'ə, 23'ü vururam 64'ə, 1472, üzərinə gəlirəm 17. 1489 bərabər 1489 C bəndi. 57-ci sual. Bölünə əslində hesab əməlləri çox maraqlı mövzudur. Sadəcə olaraq biraz həm vaxt aparacaq, həm mən məsləhət görərdim. Uşaqlara bir dəfə izah eləyəndən sonra onu artıq evə verin, sərbəst işləsinlər. Çünki dərsə 1-2 dərs, hətta 63 suala 4-5 dərs ayıran müəllimlərimiz də var. Deməli, burada necə yazıram? 8'in üstü 6 gələndə 14, 4 yazıram 1 yadda. 1 yaddaymış və burada 5 olmalıdır. Buna görə də 3'ün üzərinə neçə gəlsə 5 eləyəcək, bura olacaq 2. Çünki bax bir dənə baxın. 8'in üstü 6 gələndə 14, 4 yazıram 1 yadda. 2'nin üstü 2 gələndə 5, bir də yadda 6. Artıq 6'da yadımızda heç nə yoxdur. Ona görə bu hissəyə 0 yaza bilərəm. 0'ın üzərinə 3 gələndə 3 eləyir. 6'ın üstə 5 gələndə 11, 1 yazıram 1 yadda. 7'nin üzərindən nəsə gəlməliyəm ki, burada mənə 11 eləsin. Yadımızdakı 1 də gələndə 12 eləsin. Ona görə bu olacaq 4. 7'nin üstə 4 gələndə 11, bir də yadda 12, 1, bir də yaddaydı 2. Mənə deyir ki, toplanma əməlinin işarələrin yerinə. İlk öncə biz bunu yazaq. 1, 7, 6. Buna bir dənə dairə yazaq. 6, 3, 8. Sonra üstə gələk. 7'nin altında bir dənə dairə. 5, 3, dairə, 6. Və altına xətt çəkək. Bir dənə dairə. 6, 3, dairə. 2 dairə. Deməli mən burada birinci dairəyə 0 yazmışam. Əslində qırmızı üzgünlə yazsaydım daha rahat idi. 4, 1, 2, 4. Və bunların cəmini tapaq deyir. Boşluq hissədə olan cəmləri tapsaq, mən olacaq burada 0 üstə gələk 2, üstə gələk 4, üstə gələk 2, üstə gələk 1, üstə gələk 4. Hamısını yazdım. 1, 2, 4, 4, 8, 12, 13 dənə. Bərabərdir. Cəm eləyəcək 13 D bəndi. 58-ci sual. 58-ci sual aşağıdakı bölmə əməlində bölünən neçədir? Bölünəni soruşur. Deməli, ikinci şərtiyə əsasən 96'yı bölürəm 3'ə.
düşəcək 32. Deməli bu isə 32-dir. Bilirdinizsə 332 bölündü 96 eləməsi üçün x bərabərdir 83 vurulsun 32 üstə gələk 19. Bu ifadəni tapandan sonra mən artıq bölünənimi tapıram rahat bir şəkildə. Deməli 83'ü vururam 32'ye. Alıram 2656 üstə gəlirəm 19 2675. 2675 də mənim A variantımda var. 59-cu sualımız. 59-cu sualımız hardadır? Yine toplamadır. Deməli dairə 2 0 dairə 9 4 üstə gələk 6 dairə 2 1 3 və sonuncu dairə. Yine altına xətt çəkirəm 0 dairə 8 dairə 9 1 və dairə. Bu birinci dairə böyük ehtimal 1 olacaq. Burada deməli 4'ün üstə 6 gələndə 10 eləyir. 0 yazıram bir yadda. 9'un üstə 3 gəlirəm 12 bir də yadda 13 3 yazıram bir yadda. 7 eləməlidir. Bir yadda vermişik. Çünki burada 6 eləyəcək. 0'ın üstə 2 gələndə 2 9 eləyirsə burada 7'dir. Və burada da 5 olacaq ki bu 11 olsun. Deməli mən bura nə yazdım? 6 bura yazdım, 5 bura yazdım, 7 bura yazdım, bu 6'yı bura yazdım. 3 2 1. Boşluq hissədəki rəqəmlərin cəmini soruşur. 5 plus 6 plus 7 plus 6 plus 1 plus 2 plus 3 bərabərdir. 5'in üstə 6 gələndə 11 18 24 25 27 30. Cavabımız eləyəcək bərabərdir 30'a B bəndi. 60-cı suala baxaq. 60-cı sualda bölünən neçədir deyilsə, birinci 225'i 5'e bölürəm. Birinci bölünənə saysan eləyəcək 4 45. Bölünən 45 isə yenə x bərabərdir. 45 vuraq 57 üstə gələk 31. Qalanımızı üstə gəlirəm. Deməli 45'i vururam 57'ye 2565 üstə gəlirəm 31'i 2596 bərabər 2596 C bəndi bizim doğru cavabımız. Yəni gördüyünüz qədərindən hesab əməlləri mənə çətindir. Hesab əməllərinin bölməsini mən yaza bilmirəm. Bilməyiniz sualda başlamış yanlış bir fikir. Hesab əməllərinə maraqlı bir mövzu yoxdur. Eyni zamanda vaxt aparan mövzudur. 61-ci. Biz artıq neçədən sualda 43'dən 44'dən 63'ə qədər sayaq. 1 2 3 4 5 6 7 14 15 16 17 18 19 20 dənə suala artıq gör biz nə qədər vaxt sərf eləmişik. O yarım saatdan çox biz burada video çəkirik. Deməli 2 8 6 dairə 4 dairə 7 6 1 dairə 9 8 4 və dairə. Burada çıxma əməlidir və biz bunu tapmaq üçün 4'dən 1 çıxıram. Mən buraya yazıram 3. Burada mən heç bir onluq vermədiyimə görə bura 5 yazıram. 5'dən 6 çıxanda hər hansı bir onluq vermişdik. Eləyəcək 9. 6'dan 5'e bir onluq vermişdik. 5'dən 7, 15'dən 7 çıxanda 8. Eyni zamanda 8'dən vermişdik. 7'dən 3 çıxanda 4. Və burada da 2'nin özü qalacaq. Deməli yazım bura 5 yazdıq, bura 3 yazdıq, 2 yazdıq, 3 yazdıq və cəmlərini toplayıram. 5 plus 3 plus 2 plus 3 bərabər eləyəcək 13 A bəndi. Sonda məlumat verəcəm sizə ümumi və mənə bölmə əməlində bölünən neçədir. Bu tipləri artıq əzbər bilməlisiniz. Çünki mən bunları yazdıqca əzbərlədim. 84'ü 3'ə böləndə 2 28 bura bölünən 28'dir. X bərabərdir 28 vuraq 39 üstə gələk 17 bərabərdir. İndi hesab əməllərində hesablamamızda 28'i vururam 39'a, 28'i vururam 39'a, alırım 1092 üstə gələk 17. 1109. Eləcək cavabımız 1109. 1109 bizim B bəndimizdə var. Və son olaraq 63-cü sual.
63-cü sualla sizdən yekunlaşıram və ümumi sonda məlumat verəcəm. Cəmlərimizi soruşur. 8, 2, 7, 0 dairə. Dairəni biraz böyük çəkirəm. 4, dairə 5, 6 bunların cəmidir. Çıxma əməlidir. Çıxaq yazıram. Çünki burada heç bir əməliyyat yazılmayıb. Və çıxma əməliymiş. Dairə 3, dairə 7. Deməli, burada neçədən 6 çıxanda 7 qalırsa, 3-dən 6 çıxanda 7 qalacaq. 0-dan 3-ə 1 onluq vermişik. 9-dan 5 çıxanda 4 qalacaq. 6-dan 3 çıxanda 3 qalacaq. 12-dən 4 çıxanda 8. Deməli, hissə yazaq. 3 plus 3 plus 8 plus 4. 6, 8, 14 və 18. Son olaraq cavabımız D variantı. Deməli, birinci hissə videomuzu sizlərlə yüklədik. 2 hissəlik videomuz qalıb. Sondan başladım ki, bəzi şagirdlər, bəzi kanalımızdan istifadə edən müəllimlər sonuncu dərsləri tədris edirlər, sonuncu hissələri tədris edirlər. Bunların video yazılı formada, necə ki, bura yazıram, sizinlə bərabər danışa-danışa PDF halına saldım yazılarını, o hissələrini də qruplarınıza atacağım. Qrupa qoşulmaq üçün Müşfiq Əliyevin Lütfüzadə Olimpiadası üçün hazırlıq vəsaitin qrupuna qoşulmaq üçün ödənişimiz 10 manatdır. 10 manatı ödəməklə yenə qeyd edirəm. Siz kitabın izahlarından tanış olursunuz. Yəni, mən burada qeyd eləməmişəm ki, kitabın bütün başdan ayağa videoları hal-hazırda kanalda var. Xeyr, videolar çəkilir və yerləşdirilir. Siz 10 manatı ödəməklə həmin videolarla tanış ola bilərsiniz. Təbii ki, çəkildikcə. İndi deyəcəksiniz ki, əgər ictimaiyyətə açıq videolardırsa, mən nəyə görə pul verib qatılmalıyam, nəyə görə ödəniş eləməliyəm. Yəni, buna görə sizi heç kəs məcbur eləmir. Qalıb kanalda bir-bir videolar axtarıb baxa da bilərsiniz. Öz işinizdir. Əgər yazılı formada görmək istəyirsinizsə, videoları ardıcıl şəkildə, rahat bir şəkildə tapmaq istəyirsinizsə, bir dəfəlik ödəniş eləyib qrupumuza qoşula bilərsiniz. Yəni, bu da sizin öz seçiminizdir. Ümumi olaraq, əgər qrupa qoşulmaq istəyirsinizsə, burada qeyd elədiyim 586-7596 nömrəsinə əlaqə saxlayıb qrupa qoşulmaq haqqında məlumat ala bilərsiniz. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.